Hörmətli dinləyicilər, biz yenə də qaydaları pozma verilişində görüşürük. Bu görüşümüzdən mən çox məmnunam. Aparıcınız mən Ceyhun Həsənli və bayaq dediyim kimi bugün paytaxtın ən problemli, bəlkə də ağrılı məsələlərindən birini müzakirə edəcəyik. Bəli, tıxaclardan söhbət gedir. Yay mövsümündə şəhərdə avtomobillərin sayının azaldığı bir vaxtda bəzi küçə və prospektlərdə yolların bağlanmasını müşahidə edirik. Hərəkətin məhdudlaşdırılması sürücülərin və sakinlərin təbii ki, ciddi narazılığına səbəb olur. Bu sadəcə vaxt itkisi deyil, həm də iqtisadi sosial nəticələri yaradan sözsüz ki bir məsələdir. Mövzunu isə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla bərabər müzakirə edəcəyik. Eldəniz bəy, xoş gəlmisiniz studiyamıza. Xoş gördük, hər vaxtınız xeyir olsun. Mən sizi salamlayıram, gözəl komandanızı, əlbəttə ki bizim həmçinin əziz, hörmətli dinləyicilərimizi. Burada elə canlıya çıxmaq istəyirdim Instagramda ki, bugünkü bizim verilişimizi həm də... Hazırda artıq canlı Instagramda da. Yazını, başlığı qeyd edirəm ki, bugünkü mövzumuz bizim tıxaclardır. Niyə görə yayda bu tıxaclar var. Yəni, deməli, təhsil müəssisələrinin hal-hazırda fəaliyyətdə olmadığı dövrdə, yay tətillərində insanlar daha çox şəhərdə deyil, amma yenə də biz tıxaclarla rastlaşırıq, tıxacları görürük. Bu çox böyük bir sualdır, cəmiyyəti düşündürür, nəinki sürücüləri. Avtobusda, yollarda qalan sərnişinlər də düşündürür. Sözsüz əlbəttə. Mənzil başına gəlib çatmaq istəyən piyadalar da düşündürür. Və biz çalışacağıq ki, bugün bu suala cavab tapaq. Bizim dinləyicilərimizlə, onlar da fəal olsalar çox yaxşı olar. Suallarını ünvanlasalar, fikirlərini desələr, nə ilə bağlıdır və axır ki, biz bu məsələni bugün qismən də olsa çalışaq ki, həll eləyək. Dinləyicilərimizin fəal olması ilə bağlı mənim şübhəm yoxdur. Hər zaman Avto FM-i dinləyənlər var, xüsusən qaydaları pozma verilişinə. Əminəm ki, bu mövzumuza da mütləq qoşulacaqlar. Siz Instagramda canlını aktiv etdiniz. Mən isə WhatsApp nömrəmizi bu anda dinləyicilərimizə xatırladım. Həm yazılı, həm də səsli mesajlar yazıb göndərərsiniz. Sizcə yayda davam edən bu sıxlıqların, tıxacların əsas səbəbi ya da səbəbləri nələrdir? Yazın, göndərin. WhatsApp 055 455 1077. Elə birinci sualımı elə qonağımız Eldəniz bəydən soruşacağam. Yay mövsümü, bəli, özdəki iyul ayı, hərçəndir ki, ötən illərdə deyək ki, Eldəniz müəllim, baxırdıq, maşınların sayı az, müəyyən istiqamətlərdə sıxlıq az idi, tıxaclar az idi, amma indi görünən mənzərə tam əksinədir. Elə bir sanki bəzən mənə elə gəlir ki, elə sentyabr ayıdır. Maraqlıdır bu məktəblər başlayanda vəziyyət, tədris mövsümü başlayanda vəziyyət necə olacaq? Nədir bu? Bunun əsas səbəbi ya da səbəbləri nələrdir? Nədən qaynaqlanır bunlar? Burada yəqin ilk növbədə yolların tənzimlənməsi məsələsi də var. Misal üçün biz görürük Heydər Əliyev prospektində darboğazlar var. Orada yolun tənzimlənməsi ilə bağlı işlər aparıla bilir. Ancaq müəyyən günlərdə biz görürük ki, deməli, avtomobil sayı çox olmayanda belə, xüsusi dövlət tədbirləri olmayanda da belə, dövlət keçidləri olmayanda da belə yolda orada sıxlıq yaranır. Konuslar düzülür, hansısa istiqamətə üstünlük verilir, hansı istiqamət gözləməli olur. Həmçinin ənənəvi olaraq xroniki, deməli, Babək prospektindən üzü şəhərə Yusif Səfərov küçəsinə çıxmaq istəyənlər üçün də orada müəyyən gözləmə olur, gözləyirlər. Dövlət tədbirləri, dövlət keçidləri olanda bu başa düşüləndir, olmalıdır, məlum məsələdir. Ancaq tədbirlər olmayanda, keçid olmayanda, xüsusi keçidlər olmayanda yollar bağlanmamalı düşünürəm. Və ya bağlanırsa bu haqda sürücüyə məlumat verilməlidir. Çünki yol hərəkəti haqqında qanun da bunu tələb edir ki, biz yolu bağlayırıqsa, bu zaman sürücüyə məlumat verməliyik. Səbəbi nədir, bilməlidir. Digər səbəbləri təbii ki, deməyə ehtiyac yoxdur, məlumdur. Bu əvvəlcədən bilinə bilir, bilinməsə də belə. Amma biz görürük ki, olur bu. Bu olmamalıdır. Birinci buradan başlamaq lazımdır. İkinci də yolların təmiri. Bəli, yolların təmiri dediniz. Təmir bəzən görürsən ki, günün günorta çağı bu proses davam edir. Əslində bilmirəm, yəni bunu gecə saatlarına salmaq elə işlər var ki, demirəm ha. Yəni elə işlər var ki, onu yəni gecə saatlarına salmaq daha məqsədə uyğun olar, amma baxırsan ki, həqiqətən yolu bağlı. Hətta piyadalar belə əziyyət çəkir bundan. Nəinki sürücülər, elə piyadaların da sərnişinlər özləri avtobuslarda qalırlar. Bəli, avtobuslarda qalırlar. Yəni niyə bunlar doğru şəkildə nizamlanmır? Nədir bunlara səbəb? Yəni reglament, belə bir reglament yoxdur ki, mütləq gecə saatlarında
saatlarında olmalıdır. Amma reqlament var ki, sıxlıq olmayan saatlarda olmalıdır. Hərəkət intensiv olmayan dövrdə olmalıdır ki, hərəkətin qarşısı alınmasın. Yəni yolda əgər yol yoxdursa, yol bağlıdırsa, bu artıq iqtisadi problemə gətirib çıxarır. Bunu biz hamımız bilirik də. Bəli. Əgər yol yoxdursa, nəqliyyat da yoxdur. Nəqliyyat yoxdursa, iqtisadiyyat yoxdur. Bəli, elə biz iqtisadiyyatın zərərləri barədə də mən də bayaq qeyd elədim ki, həqiqətən buna da dolayısıyla gəlib bəli ona istər-istəməz çatır. Hörmətli dinləyicilər, sizcə yayda davam edən bu sıxlıqların əsas səbəbi nədir? 055 455 1077 WhatsApp nömrəmizə yaza bilərsiniz. Səsli mesaj göndərə bilərsiniz. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla biz vacib olan bax bu mövzunu müzakirə edirik. Nümunələr mən istərdim, çox zaman belə nümunələr gətiririk. Bilirəm ki, bununla bağlı yeri gəlmişkən siz özünüz də Facebook sosial şəbəkəsində və Instagramda da paylaşım etmişdiniz. Bir çox hallarda nümunələr göstərilir. Bu əslində nəyisə, o bəzən deyirəm, nəyisə nüsxəsini götürmək, yəni kopyalamaq deyək də, belə el arasında belə deyirik, rusca daha çox deyirik. Yəni bu daha çox yəni belə deyək də, əslində yaxşı bir şeydir. Əgər yaxşıdırsa niyə də olmasın ki? Niyə bəs yaxşı nümunələri götürmürük? Yəni bax bu barədə bayaq da özünüz dediniz ki, bir sıra ölkələrdə oldum. Orada elə gözəl, yəni mənzərələr gördüm, gözəl addımlar gördüm. Bəli, buyurun. Mən elə ona gəlmək istəyirəm. Əvvəllər biz misal çəkirdik, tutaq ki, Avropa ölkələrini. İndi artıq heç uzağa getmək lazım deyil. Dünən bizimlə birgə addımlayan Gürcüstan bu sahədə xeyli irəli gedib. Nədə irəli gedib? Bir sadalayarız, hansı ki bizdə yoxdur. Yol məsələlərində yolların çəkilməsi, yolların təmiri, yollara daimi qulluq, nəzarət yüksək səviyyədədir. Yəni yalnız Tbilisini desəydim paytaxtı, başa düşüləndir ki, bəli, Tbilisinin indi yaxşı meri var, möhkəm, təsərrüfatçı. O Tbilisidə merin icazəsi olmadan heç kim heç yerdə yolu bağlaya bilməz, yolu qaza bilməz. Şəhərin mərkəzində avtomobil yolunun üzərində bina tikə bilməz, parklanma yerlərinin üzərində bina tikə bilməz, piyada səksini ləğv edib onun üzərində bina tikə bilməz, obyekt qura bilməz. Yəni mer var, onun sözü keçir, insanlar da onu dinləyir. Tbilisidə belə hərəkətlər etmək mümkün deyil. Tbilisi öz deməli tarixini qoruyub saxlaya bilir. Halbuki Bakı şəhəri daha qədimdir və tarixi abidələrimiz daha çoxdur. Amma tarixi abidələrimiz yeni tikilən, vaxtı ilə tikilən, nizamsız tikilən binaların mühasirəsində qalıb və dağılmaq üzrədir. Bu prosesin qarşısında almaq çətin olacaq. Çünki inzibati şəhərdir, paytaxt şəhərdir Bakı şəhəri. Həm turistik şəhərdir, həm tarixi şəhərdir. Hamısı burada cəmləşib. Ona görə də inzibatçılıqla deməli tarixi abidələr birlikdə olanda nəticədə tarixi abidələr uduzur inzibatçılığa. Və o binalar yavaş-yavaş sıradan çıxıb gedir. Necə ki, indi gözümüzü görə-görə bu proses baş verir. Ləng olsa da gedir. Yəni 10 il əvvəl də bizim düşündüyümüz binalar var idi ki, heç zaman bunlar sökülə bilməz, tarixi abidə kimi qorunacaq. Amma faktiki olaraq onlar gözümüzün qarşısında əriyib getdilər, bu proses gedir. Yəni deməyim odur ki, biz artıq heç Avropa yox, dünən bizlə birgə addımlayan qonşu Gürcüstandan nümunə götürməyə baxırıq ki, nəinki Tbilisi, Gürcüstanın ucqar kəndlərindəki yollara baxanda insan heyran olur. Halbuki o kəndlərdə sadəcə belə deyək də yaylaq, qışlaq formasında kəndlərdir. Məsələn, əhali azdır, bəli. Kənddə 8 ev var, 15 ev var. Amma o kəndə gedən yollar elə gözəl, elə hamardır ki, vəziyyəti. Belə, onun həmçinin yolların vaxtında təmirinə də biz nəzər yetirdik. Yolda hər hansı bir çökmə, sürüşmə, dağılma varsa, həmin gün ərzində onu avtomobil hərəkətin intensiv olmayan saatlarında təmir edib təhvil verirlər. Heç bir sutka çəkmir. Halbuki bugün Əhməd Rəcəbli küçəsində keçmiş Şəki restoranı dairəsində Əhməd Rəcəbli küçəsində orada 4 kvadrat metr ərazi asfalt çökmüşdü. Bir aydır ki, onu təmir edə bilmirlər. 4 kvadrat metr asfaltı bir aydır ki, təmir edə bilmirlər. Və Əhməd Rəcəbli küçəsinin bir hissəsini başdan başa bağlayıblar. O yol bağlandığına görə Əhməd Rəcəbli küçəsinin digər əks istiqamətinə güc düşüb, avtomobillər tıxacda qalır, avtobuslar tıxacda qalır. Bağlanan ərazidəki sahibkarlıq obyektləri dayanıb işləmir, fəaliyyətini dayandırıb və orada hətta
yanğın söndürmə müəssisəsi də var. Mən bilmirəm ki, çağırış olsa yanğın söndürmə müəssisəsi çağırışa necə çıxacaq? Bəli, necə çıxacaq? Çox Yəni bir qədər məsuliyyətli davranmaq lazımdır. 4 kvadrat metr ərazini asfaltlamaq üçün bir ay bir küçənin 500 metrlik, yarım kilometr ərazisi bağlanmamalıdır. Sahibkarlara ziyan vurulmamalıdır. İnsanlar tıxacda qalmamalıdır. Uzağa getmək lazım deyil. Gürcüstana gedib oradan da öyrənmək olar. Hərçəndir ki, həmişə Gürcüstan bizdən öyrənib. İndi vəziyyət elə gətirib ki, biz Gürcüstandan öyrənməli olmuşuq və bu da mən sizə deyim ki, məni çox məyus edir. Siz nümunə gətirək deyəndə mən açığı ağlıma Gürcüstan gəlmirdi. Tam başqa, yəni Avropa ölkələri fikirləşirdim. Yol məsələsində hamı bizi əslində, qabaqlayıb artıq. Bəli, qonşu ölkə kifayət qədər yaxın olan bir ölkədir və orada olan müsbət halları Eldəniz bəy qeyd elədi. Yaxşı nümunədir əslində. Niyə də bizdə də belə olmasın? Rüstəm bəy yazıb ki, salamlar olsun. Biz də sizi salamlayırıq. Fantom tıxac deyilən bir termin var. Mən çox fikir vermişəm. Bu tipli tıxaclar yollarda çox olur. Səbəb isə səhv zolaq dəyişmə manevrləridir. Təəssüf ki, bizim yollarda vəziyyət çox acınacaqlıdır deyir. Bunu yazan Rüstəm bəy idi. Razısınız Eldəniz bəy? Doğrudan bu kimi məsələlər də var. Düzdür, biz Tamamilə razıyam Bəli. dinləyicimizlə. Çox doğru vurğuladı. Bəli, var müşahidə doğrudur və görünür ki, ola bilər ki, dinləyicimiz bəlkə bu sahənin mütəxəssisidir, ya yəqin xarici ölkələrdə çox olub, bunları bilir. Doğru, belə deməli dinləyicilərin fikrinə ehtiyac var. İctimai rəyi formalaşdırmağa və nəhayət ictimai rəyin gücü ilə bax bu çatışmayan cəhətləri aradan qaldırmağa. yəni göz yummaq olmaz doğrudan da. Yollar Biz çox önəmli göz məqamdır. Bəli. yumduqca çox geri qalırıq. İrəli addımlaya bilmirik. Bir addım irəli, iki addım geriyə düşürük yol məsələsində. Tıxaclar iqtisadi zərbə vurur Bakının iqtisadiyyatına. Bakının iqtisadiyyatı isə bizim ölkəmizin iqtisadiyyatının əsasını təşkil edir. Məlumdur da. Neft, qaz, digər Bəli, sənaye bəli. müəssisələri burada yerləşib və səhər-səhər işə gecikən vətəndaş avtomatik olaraq sahibkara ziyan vurur. Məsələn, çörək sexinə getməlidir, səhər xidmət sektorunda işləməlidir, dükanı açmalıdır, zavoda getməlidir, digər vacib strateji obyektlərə getməlidir. Lap elə polisdə işləyir, növbəyə getməlidir, hərbiçidir, hərbi hissəyə getməlidir, digər bizim vacib orqan tibb işçilərimiz Bəli, bəli. vaxtında növbədə olmalıdır. Gedib çata bilmirlər. Gedib çata bilmirlər. İstehsalat sahəsinə gedib çata bilməyən artıq iqtisadiyyata ziyan vurur. Sahibkara dəyən ziyan iqtisadiyyata dəyir. Bunu milyonlarını hesablamaq, yəni bir il ərzində milyonlardırsa bu, 10 il ərzində milyardlardır bu iqtisadi zərəri. Mənəvi maddi zərərləri də çoxdur dediyimiz kimi. İnsanlar əməliyyata getməlidir, xəstəni müalicə eləməlidir və s. və s. Bu deyiləsi məsələ deyil də. Yəni bunu hamı bilir ki, Yəni işimizi yarımçıq qoyur, işimizi əngəlləyir, əlbəttə problemlər ki, biri var yaradır, ki, bəli. bu obyektiv səbəbdən yaranan tıxac olsun. Başa düşmək olar da, bir avtomobil yolda xarab oldu, dayandı, qəza oldu. Amma subyektiv səbəblərdən bağlanır yollar. Çox təəssüf. Bu subyektiv səbəblər nələrdir? Siz də öz müstəqil fikirlərinizi bizə yazaraq ya da səs göndərərək bildirə bilərsiniz. Tıxaclar, bəli, sıxlıqlar nədən qaynaqlanır? Özdə yay artıq iyul ayının 28-ci günüdür. Nədən qaynaqlanır? Bizə yaza bilərsiniz ya da səs göndərə bilərsiniz. Gözləyirik. WhatsApp 055 455 10 77. Eldəniz bəy, İsmail bəy bizə yazır, salamlayır bizi və qeyd edib ki, sizi də salamlayır Eldəniz bəy, qonağınız da yazıb Xoş salamlayıram. gördük. Əleyhissalam. Sürücülərin səriştəsizliyidir tıxaca səbəb. Bu birinci. Səbəblərdən biri. Hə. Aha, yazıb ki, sürücülər arasında sol zolağı tutub arxayın gedənlər var. Zolağa mütəmadi dəyişənlər var. Göstərilən sürət həddi ilə getməyən sürücülər də var. Hər hansı küçələrdə sola və sağa daim yaşlı yanan svetoforlarda sürücülərin həmin istiqaməti bağlayanlar var. Və təbii ki, burada infrastruktur da rol oynayır. Bunu da əlavə edib İsmail bəy. Misal olaraq Mikayıl Müşfiq küçəsi Fövqəladə Hallar Nazirliyinə üzbəüz yolda çökmə oldu. Oranı bəlkə də 4-5 dəfə qazdılar və yol çəkdilər. Təəssüf ki, hələ də vəziyyət dəyişmir. Bitməyib. Hələ də doğrudan da bitməyib. Təşəkkür edirik İsmail bəy, çox vacib məqamlara toxundu. Buyurun. Çox sağ olsun bizim hörmətli dinləyicimiz. Bəli, yaxşı müşahidədir, doğru müşahidədir. Görürsüz, o yalnız sürücülərin üzərinə atmadı. Yəni obyektiv səbəb kimi biz sürücülərin yolda tıxaca yox, sıxlığa səbəb olduğunu müşahidə edirik. Bəli, var belə sürücülər, diqqətsizlər,
yolun sol zolağı ilə hərəkət edirlər, halbuki sağ zolaqla hərəkət eləmək olar və yaxud da ki, sürəti çox azaldırlar bilərəkdən, diqqət yetirmirlər. Yeri gəlmişkən yol hərəkəti haqqında qanunda da buna icazə verilmir. Bilərəkdən sürəti minimuma endirməyə də icazə verilmir. Deməli, eyni tempo ritmdə hərəkət etməlisən, yolun intensivliyinə uyğun olaraq. Var, bu da var. Ancaq sonra qeyd elədi ki, yolun qazılmağı. Bax, yolun qazılaraq artıq tıxac yaranması, bu tıxac yaranma səbəbinin subyektiv səbəbidir. Yəni, bu obyektiv səbəb deyil. Biz bunu subyektiv səbəb kimi qiymətləndiririk. Niyə görə? Çünki yol çəkibsə onun təmirinin də deməli artıq insanlar 100 illərdir yol çəkirlər. Yəni Bakı şəhərində də bizim yaxşı mühəndislərimiz də var. Bu işi də çox gözəl bilirlər. Texnikamız da var, hamıdan da yaxşı. Yəni artıq biz bilirik ki, bu necə yol təmir olunmalıdır ki, hərəkət intensivliyinə mane olmasın. Gecəmi, gündüzmü, gün ortamı, bazar günü fərq etmir yəni. Bu qısa müddətdə həll olunub verilməlidir. Qısa müddətdə mövcud olan resurslarla, resurs var, var. Qısa müddətdə bu təmir olunub təhvil verilmirsə, tıxaca səbəb olursa, biz artıq bunu burada bizdə müəyyən fikir yaranır ki, bu subyektiv səbəbdən yaranan tıxacdır. Bəli. Və bu bizə ziyan vurur, əziyyət verir bizə. Bakı şəhərin iqtisadiyyatına da ziyan vurur, vətəndaşlara da maddi mənəvi ziyan vurur. Bu subyektiv səbəb aradan qaldırılmalıdır. Obyektiv səbəb məlumdur ki, həmişə olacaq. Sürücüdür, soldan Bəli, gedir, sözsüz. qəza oldu. Bu başa düşüləndir. Yəni hadisədir, baş verir. Hadisə oldu, obyektivdir bu. Subyektiv odur ki, mən bu yolu təmir etmək istəmirəm. Ya da edərəm, 2 aya, özüm bilərəm, 3 aya. Bu artıq müəyyən problemlər yaradır və bizim də demək istədiyimiz məsələ odur ki, tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılsın, insanlara əziyyət verilməsin və iqtisadi fəsadlara yol açmasın. İqtisadi fəsadlar da yaradır, ekoloji fəsadlar da yaradır. Saatlarla tıxacda qalan avtomobillərdən çıxan CO2, karbon qazı, digər zərərli qazlar atmosferə hopur. Sonucda bizə onkoloji xəstəliklərin sayı deyəsən axı bizim ölkəmizdə artır. Bəli, Bu da düzdür. ola bilər. İstər-istəməz tıxacda qalır, avtomobillər sıxlıqda qalır və Təbii ki, onun sıxlıqda buraxdığı qalan həmin qaz, bəli. maşınların atmosferə buraxdığı zərərli qazların miqdarı daha çoxdur. Rəna xanımsa yazıb ki, yay tətilində belə bu qədər tıxac varsa, gör sentyabrda məktəblər, universitetlər açılanda vəziyyət necə olacaq? Əslində elə biz başlayan kimi ona toxunmuşduq bu məsələlərə. Doğru müşahidə edib bizim dinləyicimiz və sentyabrın 15-nə yəqin ki, hazırlaşmaq lazım olacaq. Bəlkə 2 mərhələdə başlasın dərslər. Misal üçün bu onsuz da yeni dövlət proqramında Bakı şəhər və ətraf ərazilərdə nəqliyyat infrastrukturu təkmilləşdirməsi dövlət proqramımız var, qəbul olunub, cənab prezident onu imzalayıb, sərəncama verib, iş gedir. 25 deməli 30-cu illər ərzində biz bu 5 il ərzində çalışmalıyıq ki, sıxlıq aradan qaldırılsın və orada da həmçinin təhsil müəssisələri ilə bağlı da müddəalar var ki, ya bu təhsil müəssisələri şəhərdən kənara çıxarılsın, ya diferensiallaşdırılsın, fərqli yerlərdə olsun, fərqli yerlərdə açılsın. Məktəblərdə məktəb avtobusları fəaliyyət göstərsin ki, bu aradan qaldırılsın. Demək ki, dövlət proqramında da bu təsbit olunub ki, təhsil müəssisələrinin bir yerdə cəmləşməsi və eyni saatda başlanması tıxacın və sıxlığın yaradan səbəblərdən biridir. 2 saatda olur da, bir səhər var, bir də günorta saatı Bəli, başlayan. günorta da olur. Demək ki, burada diferensiallaşdırmaq olar. Məktəblər başqa saatda başlasın, ali məktəblər başqa saatda başlasın və yaxud da ki, məktəblərin hamısı eyni saatda başlamasın. 8-də başlayan daha tez bitsin, 9-da başlayan olsun, 10-da başlayan olsun. Günorta növbəli şəkildə. Bəli, günorta növbəsi deyil, artıq belə formada olsun ki, o sıxlıq aradan qaldırılsın. Məktəb avtobusları fəaliyyətə başlasın. İndi formal xarakter daşıyır. Var məktəb avtobusları, bəli, müəyyən. Amma kommersiya xarakterlidir. Məktəb avtobusları sosial yönümlü olmalıdır, vətəndaşların xidmətində olmalıdır, ibtidai sinif şagirdlərinin daşınması ilə məşğul olmalıdır, az təminatlı insanların deməli, onların övladlarını 1-ci, 2-ci, 3-cü, 4-cü sinif şagirdlərini pulsuz daşımalıdır. Bu haqda düşünmək lazımdır. Amma deyirəm ki, Dəniz bəy, indi bizim də uşaqlar təhsil alırlar, amma məktəb kifayət qədər yaxındır. Belə olanda bu daha gözəldir. Belə olmalıdır əslində. Biz köhnə adamlarıq da. Biz yəni bizdə necə olub mikrorayon sistemi
sistemi. Yaxşı olanda da deyirik köhnə adamlarıq. Niyə deyirik? Yaxşılıq Qoy elə yenilər də, köhnəlikdə qalır. yenilər də yaxşı olsun da qoy. Olsun da, amma təhsilin kommersiyalaşması bu problemi yaratdı. Mikrorayon sistemi idi Bakıda, 1-ci mikrorayondan 10-cu, Bəli, 9-cu mikrorayona qədər. Mikrorayon sistemi belə idi ki, indi yəni müxtəlif mərkəzli şəhər tipini Avropa bizə öyrətmək istəyir. Halbuki bizdə olub bu. Mikrorayon sistemində elə idi ki, məktəb, bağça, xəstəxana, univermaq, kinoteatr, yaşayış məskəni bir yerdə. İnsanlar, Bəli, mən kinoya getmək üçün tutaq ki, 3-cü mikrorayondan Moskva kinoteatrı vardı. Oradaydım, orada da oxuyurdum, orada da yaşayırdım. Mən də buradan gedib Qara Qarayevdə Sevinç kinoteatrına getmirdim ki, gedim orada kinoya baxım. Var da kinoteatr yanıma. Univermaq istəyirsən, Moskva univermağı. Gedirdim ora. Da gəlib burada şəhərin mərkəzindəki mərkəzi univermağa gəlmirdi. Yəni Oradaydı burada hər şey. seçimdə də deməli müəyyən şeylər var. Əyləncə Seçim istəyirsən, atraksiyon oradaydı. 30 qəpiklik maşınlar orada da var idi. Bulvarda da var idi. 7-ci mikrorayonda da var idi. 9-cu mikrorayonda da var idi. 4-cü mikrorayonda da var. Bütün mikrorayonlarda hamısı var idi. O sistem dağıldı. Məktəb təhsilə kommersiya gəldi. Dedilər ki, yo, bizim şəhər mərkəzində məktəbimiz var. Əladır. Gətir ayda 500 manat ver. Super məktəbdir. Valideyn də ona aldanaraq 1-ci mikrorayonda yaşayır. Uşağı şəhər mərkəzindəki 500 manatlıq məktəbə gətirməyə başladı ki, axı belə deyirlər. Çünki kommersiyalaşdı, reklam da var. İstər-istəməz uşağı orada məktəbə də Orada aparmaq aparılır. lazımdır, maşınla aparmaq lazımdır və beləliklə, bəli, istər-istəməz. Halbuki elə mikrorayondakı müəllimlər çoxu elə ən yaxşı, deməli, mütəxəssislərin çoxunu da elə o köhnə müəllimlər də yetişdirir. Bəli. Əslində məktəbdən danışanda məktəb hamısı yaxşı olmalıdır. Təhsil verirsə ən yaxşı şəkildə Təbii, kommersiyalaşmamalıdır. olmalıdır. Bəli. Tıxaclar, sıxlıqlar necə aradan qaldıraq? Səbəb nədir? Yay və iyul ayının 28-ci günü, amma yenə də müəyyən istiqamətlərdə sıxlıq var. Eldəniz bəy, özünüz də müşahidə elədiniz də, bayaq 20 yol dedim. Qış, payız və qış mövsümünə nisbətdə hardasa 25-30 olurdu. 30-dan da çox olan vaxtlar oldu, hansı ki bu istiqamətləri, küçələri, prospektləri deyirəm. Yəni vəziyyət, yəni yay aylarıdır. Deyək ki, günorta hardasa bir 3-4 yolda sıxlıq olur, küçələrdə, prospektlərdə, əsas yerlərdə, məsələn Bakı-Sumqayıt şosesi olsun, Xırdalan dairəsi istiqaməti daha çox. Yəni 28 may küçəsi bu Puşkin küçəsi ilə kəsişmədən Rəşid Beypulov küçəsi ilə kəsişməyə qədər olan hissələrdir. Hansı ki ən populyardır, günorta vaxtlarda da müəyyən sıxlıqlar yaranır. Demirəm tıxacı olur. Amma yəni baxırsan ki, nisbətdə pik vaxtlardır da, hansı ki indi hal-hazırda 18-37 dəqiqəni göstərir saat. Demək olar ki, eyni vəziyyətdir. Nisbətən fərqlənir də qış aylarından. Yəni səbəb nədir? Bax, eyni istiqamətlər, niyə bu sıxlıqlar və tıxaclar azalmır? Şəhərin bir neçə ətrafında müəyyən yerlər qazılıb, təmir, tikinti işləri ilə bağlı, amma proses getmir. Faktiki olaraq biz görürük ki, qazılan, təmir olmalı yerlərdə ya iş tamamilə dayanıb, ya da ki, çox ləng gedir. Və bu da əlbəttə ki, tıxaclara gətirib çıxarır. Yəni, baş verən tıxacların səbəblərindən biri budur. Digəri isə yenə də adəti üzrə, bizim qəşəng sözümüz var da, adəti üzrə yenə də yolun birini bağlayıb, digərisinə üstünlük verməkdir. Yəni, bu da istər-istəməz, bəli. Bu praktikadan biz qurtulmalıyıq. Məsələn, Yusif Səfərov küçəsinə çıxan perpendikulyar küçələr var. O küçələr hər axşam saat 5-dən sonra bağlanır. Ona düşünürəm ki, lüzum yoxdur heç. Sonra Babək prospektindən gəlib, deməli, Heydər Əliyev prospektinə keçiddə, Yusif Səfərovun kəsişmədə, o yolun da bağlanmasına lüzum yoxdur. Niyə görə? Çünki Babəkdən gələn avtomobil onsuz da birbaşa Yusif Səfərova daxil olub mane ola bilmir, mane olmur. Bəli. Onsuz da orada qırıq-qırıq xəttlər olduğuna görə Heydər Əliyev prospektinə yönlənməli olur. Və orada avtomobilləri həmin ərazi saxlamaq tamamilə mənasızdır. Deməli, yanlış qərarlardan dolayı, bax Mən belə... düşünürəm ki, ona ehtiyac yoxdur onu bağlamağa. Vüqar bəy səsli mesaj göndərib, dinləyək, buyursun. Salam, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir, Deməli, qulaq asıram, qonağımız deyir, sabah məktəb açılır, məktəb açılanda sosial olaraq, yəni avtobuslar olmalıdır, uşaqları məktəbə aparıb götürməyə. Mən sizlə razıyam, tamamilə doğrudur. Amma bəs necə olacaqdır? Mən uşağımı məktəbə öz maşınımla aparmayıb, maşınımı göstərməsəm necə olacaqdır? Və mən də istəyirəm maşınımı göstərəm axı. Məktəbin düz qapısının ağzında saxlayam, peşəxodun üstündə saxlayam, düşən bir qıraqdan bir baxsınlar, görsünlər mən nə maşınla gəlmişəm və bunsuz olmaz axı.
Vüqar bəy, Çox sağ olun, siz təşəkkür də sağ edirəm. olun. Bu Siz də sağ sarkazm olun. var burada. Təşəkkür Yaxşı, edirik. Bizim dinləyicimiz çox yaxşı dolayısı yolla Mesaj ötürdü, bəli. mesaj Tənqid ötürdü, elədi, həm də bəli. tənbih elədi. Doğru yanaşmadı, bəli. Bundan da qurtulmaq lazımdır. Yəni siz uşağı öz avtomobilinizlə gətirməsəz, məktəb avtobusu ilə gətirilsə, bəlkə də daha güvənli olar. Bəlkə də piyada gəlsəz, metro ilə gəlsəz daha güvənli olar. Yəni zərurət olmadan və yaxud da gəlirsinizsə uşağı məktəbə gətirirsinizsə, onda qonşudakı uşaqları da götürün gəlin. Bir maşın gəlsin mərkəzə, 10 dənə maşın gəlməsin də, 5 maşın gəlməsin. Zərurət olmadan şəhər mərkəzinə avtomobillə getməyək. Bax bir məsələ də var. O gün Aha, bir buyurun. nəfər deməli bloger şikayət edirdi ki, parklanma çox bahadır. Özəl parklanmalar bahadır. Orada gəlir, alış-verişə gəlir, neyini xeyli pul verir və s. Ha, bildim, görmüşdüm mən də. Amma özü də şəhər mərkəzinə maşınla gəlib, maşının içində rils çəkir. Həm bunu deyir, həm də Buna zərurət varmı əzizim? Gəlmə də maşından. Rilsi çək həyətdə, maşının içində, əla. Avtomobillə bağlı ola bilər çəkirsən də. Amma buna görə şəhərin mərkəzinə gəlməyə ehtiyac varmı maşından? Tək əyləşib maşına, maşında danışa-danışa, rils çəkə-çəkə gəlirsən şəhərin mərkəzinə. Bir nəfər də elə onlarla belə bizim bloger tanışlarımız, dostlarımız var ki, gözəl rils çəkmək üçün tək maşına oturub fırlanır şəhərdə boş-boşuna. Niyə axı? Zərurət yoxdur da. Gəlmə şəhər mərkəzinə əzizim. Mən Nərmanovda yaşayıram. Şəhər mərkəzində işim olanda heç maşına əyləşmirəm. Çıxıram, dayanacaqdan avtobusu minib gedirəm də yavaş-yavaş. Tələsmirəm də. Çünki oradakı işim tələskən deyil, işə getmirəm. Başqa bir işlə bağlı gedirəm. Orada saat tələsdirmir məni. Rahat avtobusla gedirəm, metroya minirəm, biraz piyada gəzirəm. Gedib çatıram ora, çıxıb qayıdıb gəlirəm. bilirsiniz necədir? Həm də insanlar rahatçılığını da düşünürlər. Mən düzdür sizin fikirlərinizə hardasa qatılıram, amma avtomobildə risk çəkib paylaşmaq bu daha yaxşı göstərir də. Yəni Əladır. Amma yəni məcbursan ki, az neftə çəkəsən bunu. Çək Nərmanovda da. Dərnəgüldə çək, Əhmədlidə çək. Elə Xırdalanda yaşayırsınız. Xırdalanda çək, bəli. Onsuz da o, nə fərqi var ki, gəldin onu çəkdin tutaq ki, az neftə. Gəlməklə sıxlıq yaradırsan. Bax belə bizim bəzi gənc vətəndaşlarımız da var. İndi sağlıqlarına qismətlə maşın sürürlər. Görürsən ki, səhər universitetdə dərsə gəlir, 2 dərsdən sonra çıxır, maşını götürür, boş-boşuna şəhərdə fırlanırlar. Yəni qızlar da, oğlanlar da heç fərq qoymuram orada. Ya axşam saatlarında boş-boşuna fırlanırlar ki, gedək, misal üçün siz qəşəng reklam edirsiniz, McDonald's-da deməli yemək yeyək. Olsun, əla, sağlıqla. Amma McDonald's-a piyada da gələ bilərsən də, metro ilə də. Hər metroda, hər stansiyada McDonald's var. Vacib deyil maşın. Yəni belə başa düşdüm ki, yəni zərurət olmadan, yəni lazım olanda bəli. Zərurət yoxdursa, klinikaya Tamam. getmirsənsə və bir maşında təksənsə, hara gedirsən? Bəli. Bir dinləyici də yazır, son olaraq o dinləyicimiz 2862 nömrəli abunəçinin mesajını da oxuyaq. Salamlayır bizi, biz də sizi salamlayırıq. Mən hər gün Yasamaldan Ağşəhərə gedirəm. Yaydır, şəhər boşdur, amma yenə də 40-50 dəqiqə yolda qalıram yazıb. Bəli, o Bəli, ərazidə o ərazidə, deməli Ağşəhərə gedən yerdə də Biraz mikrofona yaxın. Ağşəhərə gedən yerdə də təmir adı ilə neçə aydır yol bağlanıb qalıb. Yəni ya bunu bağlayın bu yolu bir dəfə, ya da ki təmir edin, bitirin də. Demək ki, elə mövcud durumu 2862 nömrəli abunəçi qeyd elədi. Bəli, bax bundan dolayı elə siz 40-50 dəqiqə yolda Gözləyirsiniz. qalırsınız. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun Dəniz sizə. bəy gəldiniz. Əslində bilmirəm nə dərəcədə faydalı oldu bu tıxac və sıxlıq məsələsi. Gürcüstanı qeyd elədiniz, nümunə kimi göstərdiniz. Niyə də bizdə olmasın? Bizdə olan texnika valla inanın ki, onlarda yoxdur. Bizdə kifayət qədər bu Əlbəttə. baxımdan Bizim mühəndislərimiz bəli. Bizim yol mühəndislərimiz Avropada indi yol körpü tikirlər. Binalar Bəli. tikirlər. Bax niyə də bizdə yaxşıya doğru vəziyyət dəyişməsin? Hər birimiz bunu Necə olur ki, Avropada istəyirik. yolu gedib sən yol təmirini bir həftəyə yekunlaşdırırsan, nə bilim neçə kilometr yolu 3 aya çəkirsən, Bakıda bunu niyə eləmirsən? Və bir dinləyicimiz də yazıb ki, Elçin bəydir bu, qonağınızın Allah deyir atasına rəhmət eləsin yazıb. Mənim ən yaralı yerimə toxundu yazıb. Mən onun dediyi yerdə yaşayıram. Çox əziyyət çəkirik. Əhməd Rəcəbli də yəni. Yəqin ki. Bir daha təşəkkürlər. Çox sağ olun ki, gəldiniz.